Salam değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Burada sizin üçün güvən hazırlıq kurslarının 11-ci sinif üzrə 3-cü qrup tapşırıqlarının tarix fənninə aid olan sualların izahatını təqdim eləyək. Bu güvən kurslarının ümumi sınav 1-ci izahatıdır. Suallarımızı keçid alaq. 19-cu əsrin 60-cı illərin Azərbaycanda bəy komissiyalarının yaradılmasının məqsəd təbii ki, bəylərinin sayını müəyyən etmək məqsədi ilə, deməli burada ali müsəlman təbəqəsinin tərkibini müəyyən etmək. Burada C variantı uyğun cavabdır. Növbəti sualda daha əvvəl baş vermişdi. Yeni xətt siyasəti 1933, Rapollo 1922, Stalingrad döyüşünün baş verməsi 1942, Almaniya Millətlər Cəmiyyətinin daxil olması 1926, Siciliya konfransı 1935-ci ilə aid olduğuna görə daha əvvəl baş verən Rapollo konfransıdır. Bu da B variantı Rapollo sazişinin imzalanması. Növbəti sualda Eyler-Venn diaqramı əsasının uyğunluğunu müəyyən edin. Gavduşan döyüşünə məğlubiyyətə uğrayan Quba xanlığı, Əfşarlar sülaləsindən məxsus olan Urmiya xanlığı, Qarabağ xanlığına yürüş eləyən bunların üçü də Qarabağ xanlığına yürüş eləyib. Qazax Şəmşədi Borçalı gürcülərdən azad edən Şəki xanlığı, Azərbaycan torpaqlarını birləşdirmə siyasəti edənsə ortaq cəhd. Deməli 1-də olur D, 2-də A, 3-də B, 4-də C-yi doğru cavabımız E variantında verilib. Növbəti 34-cü suala baxsaq, zaman oxumunda verilmiş hadisələrin xronoloji adını müəyyən edin. Şah 1. İsmailin Marğar Rəsədxanasını bərpa etməsi 1522, Xudafərin köçmüsü 1027, 85 isə 1483-cü ilə aiddir. Deməli 2, 3, 1 olmalıdır doğru cavabımız. Daha doğrusu burada ardıcıllıqla olsa A-ya daxil olacaq 2, B-yə daxil olacaq 3, A-ya daxil olar deməli 2, 2-də A olan variantlara baxırıq. 2-də A, 2-də A olan variant. Deməli 1-ə olacaq. 1-ə C olmalıdır. 1-ın sonunda olan hadisədir. 1-də C olmalıdır. 2-də A olmalıdır. Deməli 1-ə C, 2-də A olmalıdır. A olmalıdır. 3-də isə B, doğru cavabımız A variantında verilib. Növbəti sualda qədim Misir və qədim Yunanistan tarixi üçün oxşar xüsusiyyətləri müəyyən edin. Hetlərlə basqınlı Misirə aiddir. Əhəməlilərin hücumu hər ikisinə aiddir. Bakıda İskəndərin qoşunları tərəfindən işğal edilməsi Misir qədim Yunanistandır. Bu yox, yanlışdır. Bu da Romanın əylətinə çevrilməsi. Qədim Misir, qədim Yunanistan, bəli, Romanın əylətinə çevrilmişdir. Düzdür. Deməli burada 2-4 uyğun cavabımız B variantı. Növbəti sualda qeyd edilir ki, göstərilərin aid olduğu ərazi müəyyən. Əbu Tahir tərəfindən paytaxtı çevrilmişdi, Yezidiyyə adlanmışdı. Slavyanlar Alan və Sərilər tərəfindən Şamaxı şəhəri tutulmuşdu. Şamaxı da ki, burada 2 rəqəmi göstərmiş ərazidə verilib. Burada da B variantında göstərilib. 38-ci sualda NATO-ya daxil olmaq məqsədi Türkiyə, Almaniya və Yaponiya müharibələri səhvdir bu. Koreya müharibəsinə qoşuldu. 50-53-cü Koreya müharibəsinə qoşulur. Burada C uyğun cavabdır. Növbəti 39-cu suala baxsaq. Şah 2. Abbasın xarici siyasət üçün sərcəvidir. Portuqalların hörümçəni çıxarması 1. Abbasa aiddir. Osmanlı dövləti dostluq münasibətlərinin saxlanması doğrudur. Ruslarla silahlı toqquşma bəli doğrudur. Deməli 2 ilə 3 B variantında göstərilir. 40-cı sualda 17-ci əsrin 80-ci illərin İngiltərədə qəbul edilmiş hüquqlar haqqında bil, yəni 1889-cu ilə aiddir. Qanunlar Məhkəməsinin hüquqları genişləndirdi, doğrudur. Parlamentin qəbul etdiyi qanunlar kralın imzasından sonra qüvvəyə minirdi, bu da doğrudur. Kral parlamentin qəbul etdiyi qanunları dayandıra bilərdi, xeyr, kralın hakimiyyəti məhdud idi. Hökumət dəyişikliyi yalnız parlament yolunda həyata keçirməlidir, düzdür. Kral əleyhinə qəbul edildiyi qanunlar ləğv edildi, yanlışdır. Deməli, burada 1-2-4 doğru cavabımız D variantında verilib. Növbəti suala baxsaq, uyğunluğu müəyyən edin. Əlpər Sadişi Əlvənd Mirzə və Sultan Murada aiddir. Azərbaycan əldə etməsi Əlvənd Mirzəyə aiddir. Şərqi Anadolu Ağqoyunlu taxtının tacından imtina etməsi səhvdir bu. Səhvdir. Deməli, burada A ilə Anadolu ərazisini tabi etməsi, Diyarbəkiri paytaxt elan etməsi səhvdir. Sultan Murada. İraq, Kirman, İraqa sahib olması düzdür. Trabzon qəzasının hissəsinin ələ keçirməsi səhvdir. Deməli, 1-də olmalıdır AB, 2-də olmalıdır A variantı. 1-də AB, 2-də A. Doğru cavabımız C variantı. Növbəti sualda 15-ci əsrin əvvəllərində İbrahimin Təbrizi tərk etməsinin səbəb oldu ki, Təbrizi tutmuşdu 1406-cı ildə, lakin Sultan Əhmədin və Qara Yusifin Təbrizə yaxınlaşması burada
nəticəsində də burada tərk edir Təbrizi. 43-cü suala baxsaq, 43-cü sualda qeyd edilir ki, 19-cu əsrin birinci yarısında Azərbaycanda ilk Rus məskənlərinin yaradıldığı ərazilər müəyyən edir. İlk Rus məskənləri yaradılıb deməli Qarabağ ərazisində, Şirvanda, Qarabağda, bir də Lənkəran. Deməli burada olur. Burada 1 Lənkəran ərazisi, 3 Şirvanda, bir də 4 Qarabağ ərazisi. Deməli 1-3-4 D variantında verilib. Sultan Toğrul, Alparslan və Sultan Məlik Şahidi oxusu deyir ki, göstərilənlərdən aid Səlcuqlar hakimiyyətinə aid olmayanı müəyyən edin. Burada baxırıq, paytaxt İsfahana köçən Məlik Şahdır. Abbasilər xilafətin asıla salınması Toğrula aiddir. Səlcuq dövlətinin süquta uğradılması, Səlcuq dövlətinin süquta uğranması Sultan Səncərin dövrünə aiddir. Deməli, bu heç birinə aid olmaz. Burada məlum məsələdir ki, burada C-dir. Digər variantı Malazgiya döyüşünə qələbə Alparslan'da, Konya Ankara şəhərlərinin keçməsi Məlik Şaha idi. Burada ilə deməli uyğun cavabımız olur. Səlcuq dövlətinin süquta uğradılması. Növbəti sualda qeyd edilir ki, bir neçə qohum qəbilənin birləşməsi nəticəsində təbii ki, tayfalar yarandı. Burada da doğru cavabımız C variantında verilib. Növbəti sualda 20-ci əsrin 90-cı illərində Daşkən müqaviləsində SSR-nin əmrindəki bölüşdürülmüşdür. Burada da Y variantında açıq şəkildə görə bilirik. 46-ya baxdıq və növbəti 47-ci suala baxsaq. Burada deyir ki, səbəb-nəticə əlaqəsinin doğru verildiyi bəyan deməkdir. Romalıların Katalon döyüşündə məğlub olması, Romanın parçalanması. Xeyr, Katalonda heç bir tərəf qələbə qazanmamışdı 451-də. Məğlub qultayan çalması paytaxtın inkişafı olmalı, Səlcuq dövlətinin yaranması. Xeyr, bundan əvvəl idi, yaranmışdı. Deməli, 1 ilə 2 olan variantlara çıxsaq, burada 3 ilə 5 4-dür. Xasların Konstantinopolaya keçirməsi İmperator Justinianın dövrünə düşmür. Deməli, 3 də yanlışdır. Burada elə doğru cavabımız 4-dür. Augsburg müqaviləsi, protestantların dini azadlığı tanınması, Böyük Monqol xanın ölümü, Batı yürüşlərin dayanması. Növbəti sualda Kürəkçi müqaviləsinə aid deyil. Rus qoşunların Qarabağda yerləşməsinin icazə verildi. Düzdür. 8000 çevron xərac verməyi doğrudur. Qarabağ xanlığı müstəqil xarici hüququnu itirdi. Doğrudur. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürməsinin başlandı. Səhvdir bu. Deməli, ermənilərin köçürməsi əsasən Türkmənçay və Gülüstan müqaviləsinə əsasən idi. 1920-ci il martın 30-da Yusuf Bəylinin istifası ilə nəticələndi. Burada Sosialist Nazirliyi Nur Paşanın başqa etimadsızlıq səhvdir. Dərbənd qvardiyaçılarla bağlılığı yoxdur. Səhhəti ilə bağlı yanlışdır. Muğan Sovet Respublikası da bu dövrdə 20-ci ildə artıq ləğv olmuşdu. Burada sosialist nazirlərin hökuməti tərk etməsidir. 49-a baxdıq və növbəti 50-ci suala baxsaq. Xəritədə işarələnmiş ərazi ilə bağlı fikirlər müəyyən edin. Bu Fransa ərazisidir. Müqəddəs İttifaqın aparıcı dövlətlərdən biri olması xeyri yanlışdır. İngiltərə müqəddəs İttifaqa daxil olmuyor, müqəddəs birliyə daxil olmamışdır. Qitə blokadası tətbiq olunub. Bəli, Napoleonun dövründə Vartolyo döyüşdə məğlub olub, doğrudur. Mərəkəçi ağalığının tanınması xeyir. İngiltərənin Mərəkəşdəki ağalığını tanınması səhvdir. Rusiya ilə Tilsit müqaviləsi imzalanması doğrudur. Deməli, burada olur 2, 3 və 5. 2, 3, 5 də A variantında verilib. Növbəti sualda göstərilənlər nəticəsidir. Roma qoşunları Atropateni tərk etməyə məcbur oldu. Atropateni hökumətə qələbə münasibətilə bayram keçirdi. Bu Fraspa döyüşünə aiddir. Burada da C variantında göstərilib. Növbəti sualda 1066-cı ildə Fransanın Normandiya hersoqu Wilhelm Britaniya adalarını ordu çıxartdı. Hasinin sürüşünə şiddətli döyüş baş verdi. Norman cəngavərləri İngilis qoşunları mühasirəyə alıb məhv etdi. Wilhelm İngiltərə kralına yeni sülhlərin əsasını qoydu. Mətndə bəhs edilən proses nəticəsində Tudorlar sülaləsi bundan sonraki dövrlərdədir. Başladılar Fransaya aiddir. Təhkimçilikdən azad edilməsi əslində təhkimçilik azad edilməsi yox, təhkimçilik vəziyyətinə düşməsidir və mərkəzləşmiş dövlətin əsası qoyulmasıdır. Bəli. İngiltərə mərkəzləşmiş dövlətin əsası qoyuldu. 2020-ci il noyabr ayında ermənilərin çıxarıldığı əraziləri müəyyən edin. Noyabr ayında çıxarılıb Ağdam rayonu 1, sonra Kəlbəcərdə 3-dür. Laçın olmayıb. Deməli elə 1-3-dür. 1-3 o uyğun cavab olar. 1-3. 53-də baxdıq və 54-də baxaq. 54-də deyilir ki, Qaraqoyunlu dövlətindən fərqli olaraq Səfəvilər dövləti Osmanlı dövləti müharibədə məğlub olmuşdu.
Qaraqoyunlu dövlətindən bu ola bilər. Deməli Osmanlıdan sonra Şirvanşahlar dövlətini asılı ala salmışdı. Qaraqoyunlular da asılı ala salıb. Ağqoyun dövləti ilə mübarizədə qələbə qazanmışdır. Qaraqoyunlular fərqli olaraq Ağqoyunlular da mübarizədə qələbə qazanmışdır. Bu da düzdür. Azərbaycan Teymurilərin hakimiyyətinə son qoymuşdur. Bu Qaraqoyunlulara aiddir. Yəni deməli Qaraqoyunlu dövlətindən fərqli Səfəvilər dövlətidir. Elə burada 1-dən 3 uyğun olar. Növbəti sualda Mete Xaqanın fəaliyyətinə aiddir. Böyük bəy yolunun salınması Xan sülaləsi dövründədir. Monqol Tibet tayfalarının tabe edilməsi düzdür. Xanın imperatorunun məğlubiyyətə uğradılması doğrudur. Pinçen müqaviləsində. Böyük Hun dövlətinin əsasını qoyulması xeyr. Teoman Tanrıdır. Bu da Pinçen olar. Deməli 2-3-5 olur. Növbəti 56-cı xronoloji ardıcığı müəyyən edin. Qars müqaviləsi 1921, SFSR 1922, SSM 1-ci Konstitusiyası 1924, Şərur Dərələcinin Ermənistana verilməsi 1920-ci ilin avqust ayındadır. Deməli, əvvəlcə olmalıdır 4, sonra 1 olmalıdır, sonra 2 olmalıdır, sonra 3 olmalıdır. Bu cür getməlidir. Növbəti sualda 1, 2, 3 yazaq, bunları uyğunlaşdıraq. Deməli, Osmanlıların qələbə qazanması oldu. Çıldır döyüşü. A getdi 3-ə. Sonra Dərbəndən başqa bütün Şirvan torpaqlarının azad edilməsi. Dərbəndən başqa bütün Şirvan torpaqlarının bu Niyazabad döyüşü olur. B 2-yə gedəcək. Həmzə Mirzənin öldürülməsi bunlara aid deyil. 16-cı 80-ci illərində baş verməsi. 80-ci illərdə baş verən Niyazabad döyüşüdür. 2-yə gedəcək. 80-ci illər. Xorasan Şeybanilər tərəfindən işğal olunması. Xorasanın Şeybanilər tərəfindən. Və Molla Həsən döyüşü Dərbəndən başqa bütün ərazilərin azad olması. A, bir dəqiqə, yenidən təzədən yazaq bunu. Deməli, Osmanlıların qələbə qazanması Çıldır döyüşündədir. A gedəcək, deməli 3-ə. Dərbəndən başqa bütün Şirvan torpaqlarının azad edilməsi. Deməli, bu olacaq. Dərbəndən başqa bütün Molla Həsən oldu. B deməli 1-ə getdi. Həmzə Mirzənin öldürülməsi 86-cı ildədir. Bunlara aid deyil. 16-cı əsrin 80-ci illərində baş verməsi isə Niyazabad döyüşüdür. Deməli, bu cür getməlidir. Xorasan Şeybanlərinin işğal olunması bunlara aid deyil. Deməli, 1B, 2C, 3C də A olar. Növbəti suala baxsaq, burada deyir ki, 1960-cı Misir-İsrail müharibəsinin deməli, nəticələri ilə bağlı deyir ki, danışıqlar və Misir-İsrail arasına gedirdi. Ənvər Sadatın İsrailə getməsindən sonra ona ümidlər xeyli artdı. Mənbədə 1967-ci il sənədlərində ümiddir ki, 78-ci ildə tərəflər arasında saziş imzalandı. Bəhs olan saziş Campbell-David sazişidir. Misir-İsrail arasında sazişin imzalanmasında burada təbii ki, ABŞ-ın rolu böyüdü, imzalanmışsa hansısa prezident rəhbərlik etmişdi. İsrail sazişinin imzalanmasına deməli prezident hansı ABŞ prezidenti? Təbii ki, bu 1978-ci ilə aid olsa deməli bu dövrdə təbii ki 76-78-ci ildə təxminən Gerald Ford'un da dövrünə düşür burada. Bir də Ford və Jimmy Carter'in, daha doğrusu Jimmy Carter'in dövrünə düşür. Çünki 1978-ci ilə aiddir. Bir də qeyd edirik ki, mənbə əsasən tarix bilən əsasən 1978-ci imzalanan sazişin şərtləri bundan ibarət ki, burada Sinay yarımadası belə deyək ki, Misirə qaytarılır. Onun əvəzində İsrail bir dövlət kimi tanıyır da. Burada deməli Misir İsrailin varlığını bir dövlət olaraq tanımış olur. Diqqətiniz üçün təşəkkür edirik.